Deyirlər ki, bizim şəhər polisi tabidir təcridxana, o adam anar və mətndən saxlandığı təcridxana. Onun deyir, bizim rayon bölməsinə aidiyyəti yox, hardan gətirib, necə? Yəni, bizi əlavə bir məlumat verə bilmir. Yəni, o arxadakı polis bölməsinin arxasındakı bizə aidiyyəti yox. Bu olmalı təsdiqlənib də, bu şəhər polisinə tabi olan bir təcridxanadır. Məhkəmə isə Nəsimi məhkəmə? Məhkəməni dəqiqləşdirə bilmirik. Ehtimal olunur ki, bu Nəsimi məhkəməsidir. Amma eyni zamanda Anar Məmmədliyin ofisi, SMDT-nin ofisi orada Nəsimi rayonudur. Nəsimi rayonudur. Mümkündür ki, orada olsun. Bu çayı Adil Fakir çayı. Adil Fakir çayı Adil Fakir yəni onun əminliyi ilə o qisasdır belə. Özdə hətta yeməkləri də rəsmən qəbul edəcəklər. Hər bilirlər Əl-Baba idi, bir də Elçin Sadıqov. Elçin Sadıqov bunun vəkili idi. Onun mən Əl-Baba'nın kim idi ki? Əl-Baba dedi ki, mən onun vəkili deyildim, Bəşirin vəkili idim. Neyə bilərik sadın müdafiə üçün, onun müdafiəsi üçün? Ona dövlət bir dənə vəkil tutmaqda da şiddətləsən imkan verməyiblər. Dövlətin bir dənə vəkilini şöhrətdir, nədir onu? O, Elçin Qabiyyədir. Allahmanov. Allahmanov, hə. Biz təbii ki, ondan tez qurtulmalı və vəkil təyin eləməliyik. Necə fikirləşsin, nə var? Hakim bilmirik. O vəkil cavab vermir. Telefonu da söndürüb deyir, mən sabah sizə danışaram. Özünü də mən getdim təcridxanadan, Anarın təcridxanada olduğunu öyrəndim. Hətta o Nərmanov metrosunun polisinin arxasında yeri var. Nə deyirlər mən ora? Müvəqqəti saxlama yeri. Orada da polis idarəsi də açıqlama vermədi ki, biz bu şəhər polisinə tabidir, bizlik deyil. Amma orada olduğunu təsdiq edərlər, gedin onlardan öyrənin. Yəni, hətta təsdiq olunmaqdan əlavə qida zat götürdülər, onu da jurnalazada qeyd elədilər, bu yalandan deyil.